Salam uşaqlar, bugün cümlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Так, антонимdir. Davam edək. 130-cu sual. Укажите пары слов с противоположным значением. Uşaqlar, противоположный əks mənalı deməkdir. Yəni antonimdən söhbət gedir. Так, выздороветь, sağalmaq və заболеть. Так, bir de отдать, взять. Vermək və almaq. Дальше. Просыпаться, yuxudan durmaq və yatmaq. Так, сесть, oturmaq, встать, durmaq. И приходить, gəlmək və getmək, уходить. Deməli, D variantı burada uyğundur. Дальше. Burada da eynən прийти, уйти olacaq. Так, bir de. Победить и проиграть. Qalib olmaq və burada məğlub olmaq. Dать, vermək, взять, almaq. Собрать, yığmaq və tökmək, разбросать. Встретить и проводить. Qarşılamaq və yola salmaq. Deməli, C variantı uyğundur burada. Дальше. Burada da провожать. Антоним lazımdır burada. Провожать у нас будет встречать. Прощаться. Sağollaşmaq и здороваться. Так, светлеть. Ağarmaq da belə deyək. Və темнеть. Qaralmaq. Так, mешать. Mешать и помогать. Mane olmaq və kömək etmək. Отдыхать, dincəlmək və работать, işləmək. Deməli, B variantıdır. Так. 133. В каких словосочетаниях выделенные слова являются антонимами? Deməli, deyir ki, hansı sözlərdə, hansı söz birləşmələrində antonimdir. Так, глобальная проблема, главная задача. Global problem və əsas vəzifə, ya da əsas bir, belə deyək də, necə deyim, задача, məsələ, belə deyək, əsas məsələdir, məsələn. Начало жизни, həyatın başlanğıcı və половина пути, yəni yolun yarısı. Радостное известие, счастливое будущее. Радостное известие, yəni xoş xəbərdir, счастливое будущее, xoşbəxt gələcəkdir. Любимый друг, sevimli dost, verный ответ, düzgün bir cavab. Родной край, doğma yurt və чужой человек, yad insan. Родной və чужой, yad və doğma. Deməli, Y variantıdır. Дальше. 134-də. Так, в каких словосочетаниях выделенные слова являются антонимами? Burada da антоним. Много trudimся, много. Burada görürsünüz. Так, много, çox. İşləmək məsələn də çalışmaq. Радостно, sevinçlə, məsələn, sevinçlə oynayırıq. Sonra громко говорим, yüksək səslə də ucadan danışırıq. Плохо поступаем, yəni nəsə bir pis hərəkəti edirik. Плохо. Хорошо рисуем и аккуратно пишем. Хорошо, yaxşı, аккуратно da səliqəli. Негативно и позитивно. Negativ və pozitiv. Əlbəttə ki, уже D variantı. Çünki быстро и внимательно burada tez gedirik. Məsələn, maşınla da. Burada da внимательно слушаем. Diqqətlə qulaq asırıq. Ona görə də bizdə D uyğundur. Укажите пары антонимы. Burada da ясный и пасмурный. Bəli. Hava yaxşı olanda aydın və bulutlu. Постоянный и частый. Постоянный daimi. Частый da tez-tez. Бодрый, усталый. Bəli, bu da düz olar. Çünki boдрый, belə deyək də, yumraq, усталый da yorğun olacaq. Иностранный, чужой. Иностранный, чужой, burada xarici, yad deməkdir. Правдивый и лживый. Burada правдивый, doğru, lживый, yalancıdır. Deməli, 1, 3 və 5. D variantıdır. Дальше. Burada da eynən яркий, солнечный. Яркий, солнечный, yəni parlaq, günəşli. Одинаковый, разный.
Eyni və müxtəlif də cürbəcür. Legendarный, современный, əfsanəvi və müasir, вечный, временный, вечный əbədi, временный müvəqqətidir, bəli. Spokойный и тревожный, sakit və narahat. Əlbəttə ki, 1, 2, bir deyirəm. Üzrü sayın 2, 4 və 5. Deməli, D variantıdır. 137-də укажите пары слов с противоположным значением. Начало, конец, başlanğıc və son. Ondan sonra informasiya, tema, məlumat və mövzudur. Bukvar, azbuka, əlifbadır. Умный, mudri, ağıllı, müdrik, interes, maraqdır, увлечение da bir hobbidir də, belə deyək. Потеря и находка, itirilmiş, потеря da, nəysə itirmək, naходка da, nəysə tapmaq da, belə deyək. İndi burada hansı sözlər? Начало и конец, əlbəttə ki, və потеря и находка. Deməli, 1 və 6 A variantıdır. Дальше. Антонимами являются антоним праздник, будни. Burada bayram və iş günləridir. Deməli, biri götürük. Озеро, more, göl və dəniz, каникулы, tətildir, отпуск da, yəni elədir, tətildir. Ondan sonra растение, bitkidir, дерево, ağacdır, злость и доброта. Zlost qəzəbdir və доброта xeyirxahlıqdır da. 1 və 5-dirsə D variantıdır. Дальше. Антонимами являются muzikant, poet, musiqiçi və şair, родители, predki, родители, yəni valideynlər, əcdadlar deməkdir, predki. Nastavnik и противник, nastavnik yəni müəllim, противник də düşmən, rəqib ya da бодрость, усталость, бодрость yəni gümrahlıq və yorğunluq, конец и начало, son və başlanğıc. Deməli, E variantıdır. Belə uşaqlar, sağ olun, görüşərik.